Jack London oxucunun yaddaşında güclü kişilərin, sərt təbiətin və yaşamaq uğrunda amansız mübarizənin yazıçısı kimi qalıb. Martin Eden, Əcdadların harayı, Ağ diş, Həyat eşqi kimi əsərlərdə insan iradəsi bəzən təbiəti, bəzən cəmiyyəti məğlub edir. Amma paradoks ondadır ki, bu qədər güclü obrazlar yaradan yazıçı öz həyatı qarşısında çox vaxt aciz qalıb. Onun həyatı uğurdan çox istirab, şöhrətdən çox tənhalıq hekayəsidir. Jack London yoxsulluğun içində doğulmuşdu. Uşaqlığı Kaliforniyanın işçi məhəllələrində ağır əmək və daimi acılıqla keçmişdi. O məktəbdən çox fabrikləri, kitabxanalardan çox limanları tanıyırdı. Yeniyetmə yaşlarında konserv zavodlarında işləyir, dənizçi olur, sərxoşluq və zorakılığın hökm sürdüyü mühitdə formalaşırdı. Bu erkən həyat təcrübəsi onun yazılarına realizm gətirdi, amma eyni zamanda ruhunda dərin yaralar açdı. London gənc yaşlarından yazmaqla xilas olmağa çalışdı. O sözə sığınmışdı, amma yazı onu xilas etmədi, sadəcə dözülən bir ağrıya çevirdi. Şöhrət çox tez gəldi. O dövrdə Amerika ədəbiyyatında Jack London qədər çox oxunan, çox qazanan yazıcı az idi. Lakin maddi uğur onun daxili boşluğunu doldura bilmədi. Əksinə, məşhurluq onu daha da tənha etdi. Onun əsərlərində tez-tez rast gəlinən mövzu, insanın öz idealları ilə məğlubiyyəti əslində öz taleyinin əks sədası idi. Martin Eden bir romandan çox etirafdır. London bu obraz vasitəsilə özünü yazırdı. İdeallar uğrunda savaşan, amma cəmiyyətə yadlaşan bir insanı. Romanın sonu isə yazıçının daxilindəki qaranlığı açıq şəkildə göstərirdi. Jack Londonun həyatı fiziki və psixoloji ağrılarla dolu idi. Alkoqoldan asılılıq, sağlamlıq problemləri, uğursuz ailə münasibətləri onu yavaş-yavaş içdən dağıdırdı. O daim işləyir, yazır, mühazirələr oxuyur. Sanki dayanarsa içindəki boşluq onu udacaqmış kimi yaşayırdı. Yorğunluq onun daimi vəziyyətinə çevrilmişdi. 1916-cı ildə, cəmi 40 yaşında, Jack Londonun həyatı sona çatdı. Onun ölümü hələ də mübahisəlidir. Təsadüf, yoxsa şuurlu seçim. Amma bir həqiqət danılmazdır. Bu, xoşbəxt bir insanın sonu deyildi. O dünyaya çox şey verdi, amma dünyadan az şey ala bildi. Jack London zamanının adamıdır. Çünki o müasir insanın faciəsini 100 il əvvəl yaşadı. Maddi uğurla mənəvi boşluq arasındakı uçurumu, idealların necə insanı tərk etdiyini, güclü görünənlərin nə qədər kövrək ola bildiyini göstərdi. Onun kədərli həyatı bizi bir suala cavab axtarmağa vadar etdi. İnsan təbiəti fəth edə bilər, bəs öz daxilini necə? Jack London bu suala cavab tapa bilmədi, amma onu soruşmağı bacardı. Bu isə bəzən cavabdan da vacibdir.